Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugünkü qonağım dəyərli psixoloqumuz Nərmin Qocayevadır. Nərmin xanım xoş gəlmisiniz. Xoş gördük Türkan xanım. Bu gün sizinlə qadın-kişi münasibəti, hamiləlikdə qadının hissləri, bəzi doğru bilinən yanlışlar haqqında danışacağıq. Türkan xanım, doğru bilinən yanlış demişkən, mənim sizə bir sualım olacaq. Mən düşünürəm ki, bu cavab çox insanlara aydınladacaq. Hansı ki, mən özüm psixoloq olaraq seanslarımda çox tez-tez rastlaşıram bu kimi hadisələrlə. Hamiləlik cinsəllik yaşamağa əngəldirmi? Çox gözəl sualdır. Əgər həkiminiz icazə verirsə, hansısa bir risk faktorunuz, erkən doğum, ciftin aşağıda yerləşməsi kimi risk faktorlarınız yoxdursa, cinsi münasibət hamiləlikdə əngəl deyil. Əksinə, cinsi münasibət zamanı, dəri təması zamanı ifraz olunan hormonlar sayəsində qan dövranı yaxşılaşır və uşağa gedən qan axımı artır və qadının stresi azaldığı üçün bu sizə və uşağınıza daha çox müsbət təsir edir. Belə bir söz eşitmişdim. Həkim birbaşa pasiyentinə deyib ki, sənə bundan sonra cinsəllik yaşamaq olmaz və bunu yoldaşının yanında deyibdi. Bəs bu nə qədər doğrudur? Təbii ki, əgər bu hamiləlikdə böyük risk varsa, yəni məsəl üçün ciftin aşağıda yerləşməsi kimi böyük bir risk faktorumuz varsa, bu uşağın və ananın həyatı təhlükəsi varsa, yoldaşını və qadını diqqətdə saxlamaqdan ötürü həkim bunu, yəni işin ciddiyyətinin önəmli olduğunu bildirmək üçün təbii ki, vurğulaya bilər. Ancaq bəzən qadınlar sanki bunu belə şəxsi qəbul eləyir və başlayır onun qorxuları. Bu qadınlarda bu qorxu ən çox ilk 3 ay hamiləlikdə olur. Qadınlar düşünürlər ki, bu aylarda düşük təhlükəsi olduğu üçün cinsi münasibət olmaz. Amma bir çox qadın hamilə olduğunu bilmədən cinsi münasibətdə olur. O zaman çox hamiləliklərin çox düşüklə nəticələnərdi. Yəni heç bir təhlükə yoxdursa, Normaldır. Cinsi münasibət normaldır. Bəs olmadığı təqdirdə bəzən qadınların obsessiv bir düşüncələri başlayır formalaşmağa ki, məndən soyuyar, xəyanət edər mənə. Əminəm ki, siz də bu kimi hallarla tez-tez rastlaşırsınız. Burada sağlam olan nədir? Sağlam olan cinsi münasibətdə və qadında başlayır artıq cinsi istəksizlik. 9 ay hamilə dövründə qorxur, çünki ilk olaraq analıq hissi yüklənir və uşağı düşünür, yoldaş düşünmür, cinsi münasibəti düşünmür. Sonra zahalıq dövrü girir 40 gün, sonra uşağa baş qarışır və bir müddətdən sonra artıq qadın nə zaman sonuncu dəfə cinsi əlaqədə olub, bu cinsi əlaqədən həzz alıb və cinsi əlaqənin nə olduğunu artıq xatırlamır belə və bir müddətdən sonra artıq qadınlar məndə cinsi istəksizlik var, doktor nə etməliyəm deyə sualı ilə başvurur. Qadınlar düşünür ki, ailəyə uşaq gələcək və yoldaşı ilə münasibət daha isti olacaq, daha mehriban olacaqlar, amma bu tam əksi olur. Razıyam sizlə. Burada bir həssas mövzu var və hər bir kəsə bunu tövsiyə edirəm ki, bunun üzərində çox işləsinlər. Çünki qadın və kişi valideyn olandan sonra özlərini o qədər ana və ata roluna qoyurlar ki, qadın və kişi tərəflərini unudurlar. Yəni burada bir balans pozulur. Və onlar başlayırlar ancaq uşağın qayğılarından, yeməyindən, onun həkimlərindən, onun ehtiyaclarına o qədər çox danışırlar ki, ən xırda bir şey tək harasa gedib gəzmək, oturub bir kofe içməyi belə unudurlar. Və bir müddət sonra gözlərini açırlar ki, bizim münasibətimizdə nə baş verir? Biz nəyin içindəyik? Nə oldu? Burada başlayır konfliktlər, böyüməyə, aqressiyalar, hətta davalar, boşanma səbəbləri belə burada çox aktualdır. Qadınlar hamiləlik dövründə çox həssas olurlar. Düşünürlər ki, uşağıma bir şey olar, mənim qədər yoldaşım həyəcan keçirmir və qadınlar hamiləlik və zahalıq dövründə edilən pisliyi heç bir zaman unutmurlar. Və məsəl üçün hamiləlikdən əvvəl həmin insan o sözü demişdir, amma xatırlamır. Amma hamiləlik və zahalıq dövründə deyilən hər söz mənfi, yəni hər söz xatırlanır. Həkk olunur yaddaşa. Bunun çox səbəbi var. Düşünün ki, qadın hamilə qalır. O bir dünyaya uşaq gətirəcəkdir. Nə gözləyir? Hər şeyi sanki daha çox gözləyir. Daha çox qayğı, daha çox diqqət, daha çox əzizlənmək. Amma bu ona gəlmir.
Gəlmədikcə nə baş verir? Aqressiya. Sonra bir müddət sonra başlayır o aqressiyanı ya passiv şəkildə, ya da aktiv şəkildə bildirməyə. Yoldaşına, qaynanasına, hətta öz anasına, bütün ailə üzvlərinə bunu bildirir. Daha sonra deyirlər ki, sənin problemin var, sən belə deyildin, nə oldu sənə? Bəli. Axı o belə olmazdan əvvəl Bəli. dəstək gözləyirdi. Çox həssas bir mövzudur və mən düşünürəm ki, bu həssas mövzuya hər kəs, bütün ailə üzvləri belə Və yanaşmalıdır. sonra deyirlər ki, qadın uşağı olandan sonra qadın dəyişdi. Və eyni ilə o qədər stereotiplər var orada, çox ifadələr var. Bəlkə bizim bunları bölüşməyimiz burada çox da düz olmaz. Bəli, bəli. Ancaq burada nüans nədir? Qadın o nəslə verir uşağı və nəsildən nə gözləyir? Çoxdur gözləntisi. Ödənmədikcə də ən çox da həyat yoldaşından Təbii təbii ki. Çünki 9 ay yükü bir qadın çəkir. Ona görə həmişə mən bildirirəm ki, burada yük həmişə həyat yoldaşlarına düşür. Qadının bədəni dəyişir, hormonlar dəyişir, çəkisi çəkisi də artır. artır, qan dövranı artır və qadında çox emosional dəyişikliklər olur. Hər zaman yük həyat yoldaşında olur. Amma doktor düşünürəm ki, bunun bir yerdə xəyanətə gedir bağlanır. Dediyiniz kimi qadının bədəni dəyişir. Hələ ki də keysəriyyə əməliyyatı olubsa və orada nə baş verir? Bir qadında özgüvənsizlik yaranır. Başlayır ərinə qarşı qısqanclıqlar etməyə. Bəli. Çünki özgüvənsiz olur və fikirləşir ki, mən kökəlmişəm, mənim bədənim dəyişir. Yenə burada da təbii ki, rol kişilərdə olur ki, onların kilo aldıqlarını, onların bədən dəyişikliklərini yəni vurğulamasınlar, onları hər zaman gözəl gördüklərini onlara hiss elətdirsinlər. Eyni ilə də təşəkkür etmək ki, sən nə yaxşı ki, bu uşağı bizə verdin, ailəmizə yeni bir övlad gətirdin. Çünki qadın dediyim kimi burada hər şeyi çox eşitmək istəyir. Yəni qulaqdan ona informasiya gəlsin ki, onun uşağı gözəldir, onun uşağı sağlamdır, hər şey qaydasındadır. Amma sanki evə gələnlər, qonaqlardan tutun ailə üzvlərinə qədər bir qüsur axtarmağa çalışırlar. Deyir sizə kin, niyə kinlənir? Çünki hər kəs qadına mənfi bir şeylər ötürməyə çalışır. Bu da incikliyə səbəb olur. Hamiləlik zamanı da bir qadın mobbinqlər yaşayır. O olmaz, bu olar, belə geyin, belə ye, bunu et, bu vaxtı yat. Bunlardan hansılar doğrudur? Nə etsə doğrudur, nə etsə yanlışdır. Ortalıqda o qədər yanlış olan informasiyalar dolaşır ki, birincisi hamiləlik xəstəlik deyil. Bu bir dövrdür, hamiləlik dövrü. Bu dövrün dadını, həzzini alaraq yaşayın. Nə olmaz? Birincisi, doktorunuzdan icazəsiz heç bir dərman qəbulu olmaz. İkincisi, hamiləlikdə əgər bir riskiniz yoxdursa, cinsi münasibət olar. Üçüncüsü, hamiləlikdən də əvvəl öz normal sağlamlığımız üçün fast fooddur, hazır qidalardır, spirtli içkilərdir, qazlı içkilər kimi zərərli qidalar olmaz. Yox, bir hamilə qadın bir stəkan kola içməklə ona sorumluluq, günahkarlıq hissini yükləmək olmaz ki, sən içdin, sənin uşağında bu olacaq. Yəni bir stəkan kola ilə də təbii ki, uşaqda bir qüsur olmaz. Hamiləlik sırasında kofe içmək olar, hamiləlik sırasında idman, üzgüçülük, gəzinti olar. Tək olmayan bir şey varsa, o da hamilə qadının stresidir. Stres faktorundan uzaq durmalıdır. Bəs siz həkim olaraq bu halı müəyyən edirsinizmi ki, qadında da, kişidə də heç bir fizioloji problem yoxdur, amma hamiləlik baş tutmur? Dünya üzərində 25% sonsuzluqların 25%-i səbəbi bilinməyən sonsuzluqlardır. Yəni həm kişi, həm qadın normaldır. Biz baxırıq, müayinə edirik, hər şey normaldır. Amma nə üçün uşaqları olmur? Bunun səbəbi tapılmayan sonsuzluq adında tipdə bir sonsuzluq növü keçir. Bunun da altda yatan səbəblərdən bir çoxu təbii ki, stres faktorudur. Məsələn, bir qadın var idi, tətilə getdiyi zaman hamilə qalırdı. Və yaxud da ki, süni mayalanma qərarı alır qadın. Artıq bədən rahatdır ki, mən gedəcəm, süni mayalanma olacam. Növbəti aybaşı gecikməsi ilə gəlir, biz baxırıq, qadın hamilə çıxır. Artıq bədən bir rahatlıq gəlib ki, mən gələn ay süni mayalanma müalicəsinə gedəcəm
və öz-özünə növbəti ay hamilə qalır. Bədən hazırdır hamiləliyə, amma uşaq qalmır. Yəni ard-arda 2, 3, bəlkə də 5 dəfə düşüklər yaşayır. Burada Bəli. psixoloji durumlar da çox vacib rol oynayır. Mən belə bir halla rastlaşdığım zaman mütləq ki, yoldaşla münasibətə də bir baxaram ki, orada nə baş verir? Onların münasibətinin arasında. Çünki qadın nə isə yaşayır emosional olaraq öz beynində. Çünki o hiss edir ki, dünyaya bir uşaq gətirəcək, amma partnyorla münasibət nə qədər yaxşıdır. Bu uşağı kim üçün dünyaya gətirir? Bədən çox güman ki, istəmir əslində, bilinçaltı hamiləliyə əmin deyil. Bəs belə uşağın sağlamlığında nəsə bir problem ola bilərmi? Stres faktoru bizə preeklamsiya kimi, erkən doğum kimi, ciftin erkən ayrılması kimi çox ağır patologiyaya gətirib çıxarda bilər. Bu da erkən doğmuş uşaqlarda ağır qüsurlar, patologiyalar olur təbii ki. Doktor, bir sualım olacaq sizə. Nəyə görə suni mayalanma edən cütlüklər bunu gizlədirlər? Heç kəsə demirlər. Düzdür. Süni mayalanma məncə bu adına bağlıdır. Süni mayalanma. Düşünürəm ən başlıca səbəb budur və bir ad seçimində bir yanlışlıq olub. Hər il dünyada təxminən 400 min uşaq süni mayalanma müalicəsi nəticəsində dünyaya gəlir. Süni mayalanma nədir? Biz qadına müəyyən iynələr vururuq. Hansı iynələr ki, sağlamlığa heç bir zərəri yoxdur və yumurtaları böyüdüb toplayırıq. Sonra öz yoldaşının sperması ilə laboratoriya şəraitində birləşdirib embrion əldə edirik. Əldə edilmiş embrion qadının bədəninə yerləşdirilir. Yəni daxildə gedən bir proses laboratoriya şəraitində edilərək hamiləlik şansını artırır. Yəni biolojik olaraq da ata və ana siz olursunuz. Biz ginekoloqlar qadın bizə müraciət etdikdə cinsi istəksizliyi psixoloqlarla yanaşı aparırıq. Çünki onların rolu burada bizdən daha çoxdur. Bir yox, bir neçə səbəb demək istəyirəm. Əgər qadın yeni uşaq dünyaya gətiribsə və bir cinsəllik yaşamaq istəmirsə, ilk səbəb ondan ibarətdir ki, o artıq demək olar çox girib ana roluna. Özün qadın tərəfini unudur. Analığını o qədər içdən yaşayır ki, və bəzən baxırıq ki, partnyorlar qısqanır. Deyir ki, uşaq olandan sonra sən mənə diqqət göstərmirsən, sən sevgin çatmır, sən ancaq uşağı sevirsən. Burada da emosional bir boşluq yarandımı? Yarandı. Ümumi götürsək, nəzər salsaq bir qadında cinsəl istəksizliyin digər səbəbi də bu da rol oynayır ki, ümumiyyətcə münasibətə baxmaq lazımdır. Cinsəlliyə gələnə qədər bu qadın və bu kişi nə yaşayır ki, istəmirlər günün sonu. Sanki o ailədə, o evdə mətbəxdən yataq otağına bir svetofor qoyublar. O qədər məişətin içində, məişətin qayğılarındadırlar ki, və hər şeyi orada çox yaşadıkları üçün cinsəllik yaşamağa artıq onların demək olar ki, psixoloji olaraq istəyi də qalmır. Görəsən bizə uşaqlıqdan, bizim cəmiyyətdə qadınlara analıq rolu çoxmu yüklənib? Razıyam. Evcilik kimi. Bəli, qızların ancaq Barbie kuklalarla oynamağı, mətbəx, onların oyuncaqlarında belə bu hiss olunurdu Türkan xanım, düşünürəm ki. Ancaq sən analıq eləməlisən, digər bir kuklanı yedizdirməlisən, yatızdırmalısan. Yemək bişirməlisən, balaca qazanlarımız olurdu uşaq vaxtı. Yəni təbii ki, hər kəsdə olub ki, sən kuklanı yatızdırırsan, yedizdirirsən. Təbii ki, burada bizim modellər də rol oynayır. Ana rolu, ana hansı rolda olub həyatda? Daha çox fədakarmı? O fədakarlıq ona hardan gəlir? Gördüyü roldan, gördüyü anadan, nənədən, xaladan. Yəni burada çox faktorlar var. Yəni bir şeydə düşünürəm ki, ilişib qalmamalıyıq. Çox səbəblər var. Bəli, bir qadına məsuliyyət bizim cəmiyyətdə çox yüklənir və qadın yorulur. Mənəvi, fiziki və öz istəkləri ikinci plana atılır. Ən son nə zaman cinsi münasibətdə olmusan sualına cavabı elə bir düşünür. Bəli, razıyam sizlə. Amma mən burada kişinin də rolunu vurğulamaq istəyirəm. Kişi qadından gözləyir, qadın da kişidən. Sanki bir ortaq nöqtəyə gələ bilmirlər. Ancaq düşünürəm ki, burada kişi daha həssas və empatiya qurmalıdır qadına qarşı ki, əgər uşağa baxırsa, qayğıları çoxdursa, işləyirsə hətta. Bəli. Ona görə ara sıra o cinsəlliyə getməzdən əvvəl bir baxmaq lazımdır ki, bir günləri necə keçir. Gün ərzində nə qədər mesajlaşırlar, nə qədər bir-birlərinə xoş söz deyirlər, dəri təmasında olunurlar, toxunurlar. Yoxsa qayğılar, bir əl-ələ tutuşurlar. Təbii ki, bunlar yoxsa qayğılarmı?
sən uşaqla yat, mən indi mətbəxdə iş görəcəm. Bəli. Ortaq nöqtəyə gəlmək üçün bir-birlərini hiss etməkləri vacib rol oynayır. Çünki cinsəl istəksizliyin altında dediyim kimi bir faktor yatmır. Axı bu qarşılıqlıdır. Bu tərəf nə verirsə, bu tərəf də onu alır. Mən hər zaman cütlüklərimə bildirirəm ki, ən çox kişilərə yoldaşınızla söhbət edin. Yoldaşınıza və gələcəkdəki uşağınıza edəcəyiniz ən böyük yaxşılıq budur. Onun stressini azaldıb, onunla bir şeyləri bölüşərək hamiləlikdə stres faktorunu, ya hamiləliyə hazırlaşan qadınlarda stres faktorunu azaldacaqsınız. Mən öz tibbi tərəfimdən yanaşaraq bu məsləhəti hər zaman onlara verirəm. Qadının hələ bir münasibəti yoxdur, evlilik düşünmür, ancaq düşünür ki, yaşı keçir. Və buna görə çox narahatçılıq hissi keçirdir. Ancaq sağlam bir münasibət ortada yoxdur. Bu qadın nə etməlidir ki, günün birində ana olanda daha sağlam hamilə qala bilsin? Qadının yaşı artdıqca, xüsusilə də 35 yaşdan yuxarı qadının yumurta keyfiyyəti aşağı düşür. Bu o deməkdir ki, hamiləlik şansı azalır və ya hamilə olarkən sağlam uşaq dünyaya gətirmə şansı azalır. Qüsurlu uşaq, Down sindromu kimi genetik sindromların riski daha çox artır. Bu zaman nə edə bilərik? Yumurta dondurma deyilən bir prosedur var. Biz qadına müəyyən iynələr vuraraq yumurtalarını böyüdürük. Hansı ki, bu iynələrin heç bir zərəri yoxdur. Sonra müəyyən laboratoriya şəraitində biz bu yumurtaları dondururuq. Rahatlıqla ana ola bilir. Yəni o hamiləlik, sağlam hamiləlik olurmu? Məsəl üçün 30 yaşında yumurtasını dondurur və 40 yaşında ana olmaq qərarı verir. Artıq 30 yaşının yumurta hüceyrəsi ilə ana olur. Yəni və risk faktorları aşağı olur, sağlam uşaq dünyaya gətirmə şansı daha yüksək olur və hamiləliyi digər 40 yaşına görə riskləri daha aşağı olur. Ancaq mən düşünürəm ki, bu haqqda insanların məlumatları çox azdır, doktor. Bəli. Necə bunu belə çoxaltmaq olar? Çünki qadınlar çox baskıya məruz qalır. Çünki onlara hər şey deyirlər ki, uşaq dünyaya gətir, düzələr. Uşağın olsun, filan xəstəliyin var, keçər. Çox gərgindir axı və sanki elə bilir ki, ancaq evlənməlidir. Bəli, ancaq mən bütün qadınlara, xəstələrimə məsləhət görürəm ki, gələcəkdə peşman olmamaq üçün mütləq bu proseduru edin. Yaxın bir ildə əgər bir evlilik planınız və yaxud da hər hansı səbəbdən uşaq dünyaya gətirmə planınız yoxdur, bu karyera ola bilər, başqa bir səbəb ola bilər, bir planınız yoxdursa, hər ehtimala siz yumurtalarınızı dondurub saxlayın. Sonra gələcəkdə o yumurtalar sizə çox lazım olacaq. Doktor, belə bir hal baş verir. Ailə həyatı quran bir cütlükdür. Bir müddət sonra suallar gəlməyə başlayır. Bir şey yoxdur. Çox incidici bir sualdır. Çox sərhəd pozan bir sualdır. Amma bu sual necəsə də olsa verilir. Nə etmək lazımdır? Nə qədər vaxt sonra normaldır ki, qadın, kişi getsin həkim yanına, bir müalicə olunsun və dəqiq informasiya alsın öz sağlamlığı barədə. Əgər qadının yaşı 35 yaşın altındadırsa, bir il müddətində hər ay hamilə qalma şansı 25%-dir. Yəni bir il zamanın var. Biz onlara deyirik ki, siz bir il gözləyin, öz-özünüzə hamilə qalma şansınız var. Bir il tamamından sonra artıq hamiləlik olmarsa, artıq doktora müraciət edə bilərsiniz. Amma qadının yaşı 35 yaşın üstündədirsə, bu zamanı biz 6 aya indiririk. Yəni 6 ay hamiləlik əldə edilməzsə, artıq doktora bir uşağım olmur sualı ilə yaxınlaşa bilərsiniz. Amma bizdə də, cəmiyyətdə də ilk öncə qadın gəlir yoxlanışa. Və tək gəlir. Mən sual verəndə ki, yoldaşınızsanı, deyir, mən gəldim, yoldaşımda yəqin ki, hər şey yaxşıdır. Belə durumlarımız var, ancaq yoxlanışa cütlük olaraq gəlmək lazımdır. Həm qadın, həm kişi. Hər ikisi yoxlanmalıdır mütləq. Bəzən ayrı seçkilik olur, analizlər verilir, cavab gəlir həkimin qarşısına və həkim deyir ki, problem qadında deyil, kişidədir. Bunun üçün ailələr qarışır bəzən. Necə hadisələri idarə edə bilirsiniz? İkinci, üçüncü şəxslər qarışır, gəlirlər. Hətta elə olur ki, qızın anası gəlir və yaxud oğlanın anası ayrı gəlib demək istəyir ki, qızımda problem olduğunu deməyin, oğlumda problem olduğunu deməyin. Təbii ki, bu qeyri-etik bir şeydir, elə bir şey ola bilməz. Doktor əgər cütlüyün icazəsi varsa, ata, anaya və digər şəxslərə məlumat verə bilər. İcazəsi yoxdursa,
cütlükdən başqa kimsəyə məlumat verilməməlidir. Biz də çox şeylər eşidirik ki, bəzən həkim çox rahatlıqla qaynanaya da deyə bilir, baldıza da deyə bilir, ailə üzvlərinə də məlumat verir. Bunların qarşısını necə almaq olar? Bunun bir protokolu varmı? Bunların qarşısını almaq ilk öncə cütlük yanında başqa şəxsləri gətirməməlidir. Bir həkimə gələrsə, müayinə olunmağa gələrsə və bu biraz özəl alandır. Yəni özəl həyatdır. Qadın və kişi İkisi bərabər gəlməlidir. Bəzən elə olur ki, məcbur olur doktor uyğun müayinəsi edəndə dönüb ola biləcək problemi deyəndə artıq ətrafında başqa qaynana da olur, ana da olur, digər şəxslər də olur. Qadınlarda hamiləlik dövründə uyğun müayinəsi, mən görürəm öz pasientlərimdən ilk ürək döyüntüsü onlar üçün çox özəl bir andır. Təbii ki. Onları yoldaşları ilə bölüşmək istəyir, amma çox təəssüflər olsun ki, çox zaman kişilərimiz ya ginekoloq müayinəsinə gəlməyə utanır və yaxud da yoldaşı ilə bərabər getməyə, yox sən anamla get və yaxud da öz ananla get deyə onları israr edirlər. Bu da qadınlarda incikliklərə səbəb olur. Və sizin bayaq verdiyiniz suala gedərəm ki, kin hardan yaranır, niyə unutmurlar? Baxın, elə buradan başlayır. Dediyim kimi, uşağın olma prosesi qarşılıqlı bir prosesdir. Yəni bir ailə, bir qadın və kişi qərar verir ki, biz övlad istəyirik. Yəni qarşılıqlı. Ona görə mən düşünürəm ki, burada bir tərəf çox istəkli, bir tərəf orta istəkli olmamalıdır. Ya hər iki tərəf də bunu istəməlidir. Bəli. Ya da ki, ümumiyyətlə bir vaxt qoymalıdır. 1 il ərzindəmi deyək, 6 ay ərzindəmi deyək ki, daha münasibət sağlamlaşsın və sonra uşağımız dünyaya gəlsin. Onda daha sağlamdır uşağın tərbiyəsi də, münasibətdə qadın-kişi rollarının qorunub saxlanılması da. Müşahidələrimə görə bir çox qadınlar artıq hamilə olduğunu bildikdən sonra analıq hissi onlara yüklənir, gəlir. Amma sanki kişilərdə bu hiss, atalıq hissi gecmi gəlir? Nə zaman gəlir atalıq hissi kişilərə? Qadınlardan fərqli olaraq kişilər bu duyğuları çox fərqli yaşayır. Bəlkə bu duyğu içində olan çox az kişi görərik ki, yoldaşı hamilə olan kimi onu hiss etməyə başlayır. Mən orada ilk növbədə toxunmaq istəyirəm həmin kişinin öz atası ilə olan roluna, duyğusuna, münasibətinə, yəni ki, atası ona atalığını necə göstərib ki, o da indi qadını onu elə göstərsin. Çünki axı rol model kim olub? Nə görürsə axı onu tətbiq edirik bir müddət sonra. Yaşımız neçə olur olsun. Hələ ki də özümüz ata və ana olmaq başlayandan. Dediyiniz kimi qadın hamilə olandan bu duyğunu yaşayır. Nəyə görə? Çünki evdə onu necə bir ana böyütmüşdü. O elə görür. Çünki yeri gələndə anası özünə almır, uşağını alır, onun üçün hər şeyi eləyir. O duyğular onda orada formalaşır. Amma kişilərdə belə olmur axı, təəssüf ki, bu proseslər. Amma burada da ümumiyyətcə stereotiplərimiz rol oynayır. Kişinin mentalitetimiz rol oynayır. Bəzi ailələrdə kişi uşağı qucağına götürə bilmir və yaxud da qadın ana olduqdan sonra 40 gün müddətini öz ana evində, öz ata evində keçirdir. Heç dəstəkləmirəm əslində bu prosesi. Psixoloji tərəfləri nələrdir? Boşanma səbəbi belə ola bilir. Bəli. Çünki qadın o 40 günü anası ilə keçirmək istəmir. Yoldaşı ilə keçirmək istəyir, yoldaşını görmək istəyir, onun ağrısını, acısını istəyir, yoldaşı alsın. Ancaq qarşılıqlı olmadığı təqdirdə inciklik o qədər böyüyür onlar arasında. Və qadın deyir ki, əgər mən uşağıma 40 gün baxa bilirəmsə, bəlkə təkcə baxa bilərəm. Qırıldı münasibət. Və atalıq hissi gəlmir. Gəlir sanki qonaq kimi, qonağın uşağını görür kimi gündə, bəzən 2 gündən bir yarım saat uşağını görür və çıxır gedir. Demək, burada nəyi anlayırıq? Kişinin münasibətdəki rolunun nə qədər əslində vacib olmağı, böyük olmağı. Kişi olmaq nə deməkdir? Maskulinlikdir. Yəni kişi orada situasiyanı ələ alacaq. Qadın lap getmək istəsə belə, ona evdə elə isti şərait yarada bilər ki, yəni sən qal da getmə. Qoy hər şeyi mən götürüm. Olacağam, kömək olacağam. Bəlkə bəzi ölkələrdə hətta uşaq doğulanda atalıq məcburiyyəti də var. Müəyyən bir dövrdə qadına dəstək olması üçün kişiyə işdən atalıq məcburiyyəti də verirlər.
ki qadına dəstək olsun, kömək olsun. Düşünürəm ki, bəlkə bu videoya baxanlar kommentlərdə də yaza bilərlər ki, belə bir şey mümkün deyil, kişi nə etsin ki? Mən ümumiyyətcə onu deyə bilərəm ki, əgər həqiqətən də ata və ana olmaq istəyirsinizsə bu addımı atın. Çünki bir uşağın mayalanma ssenarisi, yəni nədir o mayalanma ssenarisi? Hələ uşaq dünyaya gəlməyib, ata və ana nəyinsə içindədir, bəlkə bunu düşünür və ya düşünmür, orada nələrsə yaşanılır. Bu uşağın həyatına çox böyük təsiri var. Ondan sonra hamiləlik dönəmi və dünyaya gələndən sonra 0-5 yaş çox vacib rol oynayır bu period. Bu perioda o 2 nəfər nə qədər hazırdır və bu münasibət neçə nəfərlikdir? Kim var onların münasibətin içindəki sağlam hamiləlik, sağlam doğuş prosesi, doğuşdan sonra keçən zahılıq proseslərin hamısı mərhələli şəkildə sağlam və gözəl olacaqdır. Bəli, ona görə də ilk öncə hazır olduqlarını bilməlidirlər ki, mən ata və ana modelinə hazırammı? Və hamiləlikdən qorunma yöntəmlərini bilməlidirlər. Əgər hazır deyiləmsə, hamiləlikdən necə qorunacam? Hansı düzgün vasitə ilə, hansı düzgün vasitə ilə mən hamiləlikdən qorunacam? Sualını birinci doktoruna verməlidir. Düzgün bir vasitə seçilməlidir. Amma bəzən bunlar gizlin olunur sanki. Hansı bir internetdən oxuyurlar, hansı dərman içmək və ya necə qorunma üsulunun qeyri-sağlam olmağı. Təbii ki, hər kəs üçün düzgün qorunma metodu vardır. Fərqlidir bu? Fərqlidir, əlbəttə fərqlidir. Ona görə də doktor hər bir pasiyentə uyğun qorunma metodunu seçib və ona təklif etməlidir. Ona görə də mütləq həkim məsləhəti olmadan hər hansısa bir qorunma yöntəmi istifadə etməyin. Doktor, bu halı tez-tez rast gəlirəm şəxsən terapiyalarda. Çox qadınlar orqazmın nə demək belə olduğunu bilmirlər və iş orasıdır ki, bunu partnyoruna belə hiss etdirə bilmirlər. Bəli, çünki bizdə, yəni bayaq toxunduğumuz mövzudur, qadın bütün məsuliyyəti öz üzərinə yüklənir. Sanki qadının rolu ailədə hər kəsi razı salmaqdır. Yəni o öz istəyini nəzərə almır ki, mən də bu cinsi münasibət mənim üçün də var. Yəni kişi qədər, kişinin orqazm olması qədər mənim də orqazm olmam lazımdır. Normaldır. Amma qadın deyir ki, yox, qarşı tərəf məmnun qalsın sadəcə. Bəs bildirməməyi düşünmür. Bildirməməyi odur ki, sanki məndə bir əksiklik mi var? Məsələn, pasiyent müraciət edir, deyir, mən orqazm ola bilmirəm illərdir, amma məndə problem, yəni onu özümə problem etmirəm. Bastırır hissləri. Bəli, hisslərini bastırır. Amma bu psixoloji cəhətdən çox böyük bir səbəblərə yol aça bilir. Ümumiyyətlə qadınların orqazm yaşamamağı bir müddət sonra onu nevroza aparır. Və stres faktoru çox yüksək. Faktoru yüksəlir. Və iş orası ki, bu duyğularını da, burada yaşaya bilmədiyi duyğuları da bəlkə uşaqların üzərində, bəlkə işində çox aşırı dərəcədə yaşayır. Hər şeyi kontrol etməklə. Özgüvən düşür. Bəli, özgüvən düşür. Özünü artıq qadın rolundan çıxardır. Bəs sizcə nə qədər cütlük bunu açıq şəkildə danışa bilir? Çox az bir cütlük danışar. Hətta çox az bir qadın bunu problem bilib həkimə müraciət eləyir ki, bu problem, təəssüflər olsun ki, bunun problem olduğunu belə özlərinə qəbul etmirlər. Normal kimi qəbul edirlər ki, normaldır da, ona vaxtım var deyə düşünürlər. Arxa plana atırlar. Bəli. Və sonra da günün biri xəyanət nədən baş verdi deyirlər. Dəyərli izləyicilərimiz, ilk podkastımızın sonuna gəldik. Nərmin xanım, sizə çox təşəkkür edirəm. Dəyərli fikirlərinizi bizə qatdığınız, bizdən bölüşdüyünüz üçün. Dəvətiniz üçün çox təşəkkür edirəm Türkan xanım. Mənim üçün də çox faydalı oldu. Mən özüm də buradan yeni biliklər öyrəndim. Ümid edirəm ki, izləyicilərimiz üçün də çox maraqlı bir çəkiliş etdik sizinlə. Təşəkkür edirəm bir daha. Siz sağ olun. Əgər siz də bu podkastımızı bəyəndinizsə, kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Növbəti podkastda görüşənədək.